3 artistdir. Bunun ortasında olan hava boşluğundan məhz hava yuxarı qalxanda taxtanın altında tərləmə olacaq və başlayacaq göyərməyə. Belə olan hal qobuda tərəfimizdən mansardın izolyasiya işləri icra olunur. Demək nəzərinizdə olsun ki, burada bir-iki məsələlər var ki, o barədə sizə məlumat verək. Düzdür, tam videonu səhifəmizə işləyəcəyik, amma halbuki giriş olaraq müəyyən qədər sizə məlumat verir. Gördüyünüz kimi digər müştəriləri də maarifləndirmək üçün bu videonu çəkirik. Bax bu hissələr ki var, diqqət edirsiniz. Bu hissələri izolyasiya olmadığı halda hörgü hörərkən aparıb metal örtüyə yapışdırmayın və yaxud da ki membrana yapışdırmayın. Çünki biz bunların bir tərəfini və digər tərəfini izolyasiya etmiş olsaq, buranı da izolyasiya etmiş olsaq, buranı da izolyasiya etmiş olsaq, üç artistdir. Bunun ortasında olan hava boşluğundan məhz hava yuxarı qalxanda o metalın altında və yaxud da ki membranın altında, taxtanın altında tərləmə olacaq və başlayacaq göyərməyə. Belə olan halda artıq görəcəksiniz ki, divarın o hissələri başlayıb müəyyən vaxtdan sonra qış aylarında göyərməyə, qaralmağa kif verməyə. Yəni belə məsələlərdə xüsusi diqqətli olasınız. İnşallah tərəfimizdən hələ ki müəyyən yerlər işlənir. Ondan sonra inşallah həmin hissələr dağılacaq və tamamilə iş yekunlaşıb müştəriyə təhvil veriləcək. Xeyirli olsun sahibinə. İnşallah növbəti videoda sizə geniş və ətraflı məlumat verəcəyik. Davamını izləməyi unutmayın. Geniş layihələrində görüşmək ümidi ilə 114 İzolyasiya qrupu Qobuda.